Salam hörmətli izləyicilər. Bugünkü mövzumuz fe'li birləşmələrdir. Fe'li birləşmələr ilk baxışda asan görünsə də, burada dolaşır məsələlər nəinki şairlər üçün, hətta yaşlılar üçün də qaranlıq məqamlar, mübahisəli məqamlar çoxdur. Ona görə mən bu mövzunu bir qədər geniş, ətraflı, sizin başa düşəcəyiniz şəkildə danışmağa cəhd göstərəcəm. Fe'li birləşmələr əsas tərəfi məsdər, fe'li sifət, fe'li bağlamı olan birləşmələrdir. Ona görə də bunun üç növü var. Məsdər olanlarına deyilir məsdər birləşməsi deyilmir, deyilir məsdər tərkibi, fe'li sifət tərkibi, fe'li bağlama tərkibi. Yəni, başqa şəkildə desək, fe'li birləşmə bunların ümumi adıdır. Lakin, tərəflərə görə deyiləndə isə tərkib sözü işlədilir ki, biz bununla fe'lləri keçəndə tanış olmuşuz. Məsdər tərkibi, məsələn, stulda oturmaq əsas tərəf, qələm almaq, dərsə gedən fe'li sifətdir, dünən eşitdiyim fe'li sifətdir, kitab alanda fe'li bağlamadır, gənci görərkən fe'li bağlamadır. Birləşmələri öyrənmək üçün ona qədər bəzi hazırlıq işlərini görmək lazımdır. Birincisi, hər şeydən əvvəl məsdərin, fe'li sifətin, fe'li bağlamalarının şəkilçilərini yaxşı bilmək lazımdır. Əgər sən cümlədə fe'li bağlamanı, məsdəri, fe'li sifəti şəkilçiyə görə tapıb müəyyənləşdirə bilmirsənsə, sözsüz ki, tərkibdə çətin olacaq. Ona görə də birinci növbədə hamınızdan xahişim odur ki, bu mövzunu öyrənməzdən qabaq həmin şəkilçiləri fe'l mövzusunda bir daha təkrar edin. İkinci, mən uşaqlara həmişə belə bu mövzudan qabaq belə bir sxem verirəm. Mübtəda cümlədə hansı üzvlərə sual necə verilir? Çünki fe'li bağlamanın tərkiblərin hüdudunu müəyyənləşdirmək üçün mütləq cümlə üzvlərini hələ keçmədiyimizə görə bəzi istiqamətləri vermək məsləhət bilirəm. Çünki uşaq, məsələn, baxaq, oğlan kitabı rəfdən götürəndə açıq pəncərədən anasını gördü. Uşaq tapır, gördü xəbər, oğlan mübtəda, anasını gördü, tamamdır, pəncərədən nədən və ya hardan, açıq pəncərədən, hansı pəncərədən, götürəndə gördü, oldu zərflik, hardan götürəndə sualı belə verir, hardan? Və yaxud nəyi götürəndə sualı belə verir. Ona görə də fe'li bağlamanın sərhəddini müəyyənləşdirmək üçün bəzi məsələləri bilmək lazımdır. Bilmək lazımdır ki, mübtəda, tamamlıq və zərfliyə həmişə, bir də deyirəm, həmişə tamamlığa görə, xəbərə görə sual verilir. Ya fe'li xəbər olsun, ya isim xəbər olsun. Yəni, tamamlıq, zərflik, mübtəda ancaq və ancaq xəbərlə bağlanır. Deməli, əgər kim, nə, hara suallarının müxtəlif hallarını, adlıq, yönlük, təsirlik, yerlik, çıxışlıq hallarını yəli çaldan başqa, eləcə də niyə, nə vaxt, nə zaman, haçan suallarını veririksə, bu suallara cavab verən söz ancaq xəbərlə əlaqələnə bilər. Əgər xəbərlə əlaqələnməyirsə, deməli təhlildə düz istiqamət götürməyirsən. Məsələn, deyirsən ki, kitabı götürəndə xəbər deyir ki, xeyr, deməli sualı səhv verirsən. Deməli, kitabı sözü xəbərə bağlı deyil. Demək istədiyim nədir? Mütləq sözü xəbərə bağlı olub olmadığına diqqət etmək lazımdır.
Bu suallar verilərkən mütləq həmin suallar xəbərlə əlaqələnməlidir. Əgər xəbərlə əlaqələnmirsə, ortada hər hansı bir üzvə görə sual verirsənsə, deməli səhv olursan. O, birləşmənin tərkibindədir. İndi birazdan üstündən danışacağım, birləşmənin sərhəddini müəyyənləşdirmək üçün bu sualları yadda saxlamaq lazımdır. Bu suallar ancaq xəbərə görə veriləndə müstəqil üzv olur, xəbərə görə verilmirsə, deməli, haradasa birləşmənin tərkibində. Amma digər suallar necə, nə cür, hansı, neçənci, neçə, nə qədər və s. suallar isə xəbərə dair ola bilər, başqa üzvlərə dair ola bilər. Xüsusən bu sualları yadda saxlamaq lazımdır. Onda bir daha sxema qayda. Deməli, müftəri sual ancaq xəbərə görə veririk. Tamamlıq sual ancaq xəbərə görə veririk. Əsasən fiili xəbər, bəzən də ismi xəbər, gələkdə biz bunu öyrənəcəyik. Zərfiyyə də ancaq ən çox fiili xəbərə, bəzən də ismi xəbərə görə sual verilir. Təyin isə hər hansı birine aid ola bilər. Məsələn, qayda bayaq cümlə. Gördü, anasını gördü, xəbərlə bağlıdır. Deməli, müstəqildir. Pəncərədən xəbərlə bağlıdır, açıq pəncərədən bağlıdır. Kitabı sözlə sual verəndə, kitabı gördü demək olmur ki, deməli, sualı bunu sən tamamlıq kimi götürməliyim, səhvdir. Deməli, bu xəbərlə bağlanmır. Çünki dedik ki, nəyi sualının müxtəlif halları xəbərlə bağlananda ayrıca olur. Və yaxud rəfdən götürdü. Və ən çox olur ki, uşaq çox zaman bunları müstəqil üzv kimi götürür. Daha diqqət etmir ki, bunlar digər sözə bağlıdır. Demək istədiyim nədir? Bu sözlərin xəbərlə bağlı olub, olmamasına diqqət etmək lazımdır. Oğlan gördü. İkinci cümlədə var. Oğlan şəkilli kitabı rəfdən götürəndə kiçik bacısı sürətlə qapıdan içəri girdi. Uşaq təhlili girdi. Kim oğlan girmir? Girən kimdir? Bacısıdır. Müftədədir. Kiçik bacısı təyin ona aiddir. İçəri girdi, hara girdi? Girdiyə aiddir. Qapıdan girdi sözünə aiddir. Sürətlə girdi, buna aiddir. Kiçikdir. Götürəndə girdi, uşaq çaşırdı. Rəfdən, deyir, haradan götürəndə və zərfi kimi götürür. Nəyi götürəndə tamamlıq kimi götürür. Hansı kitabın mecbur təyini buna çaşmaz. Oğlan, bu da çaşır müftədə götürür. Oğlan götürəndə, kitabı götürəndə, rəfdən götürəndə. Madem ki, bunlar hamısı götürəndə sözü ilə bağlıdırsa, deməli, bunlar müstəqil üzv olmayıb, bütövlükdə tərkib olacaqdır. İndi mən buna əlavə nümunələr yazıb, fikrimi daha yaxşı izah edəcəm. Qutlarını müəyyənləşdirmək üçün praktik olaraq bəzi cümlələri nəzərdən keçirək. Birinci cümlə. Günəş üfüqdən boylananda dəstə kəndə tərəf çatdı. Fe'l bağlamalı. Baxmaq lazımdır. Bundan əvvəlki söz xəbərə aiddir, yoxsa buna aiddir. Üfüqdən çatdıdır, deməli üfüqdən boylananda olacaq. Günəş çatdıya aiddir, günəş çatdıdır. Deməli, bu da buna aiddir. Bütövlükdə olacaq, bu fe'li bağlama tərkibi və bir üzv olacaq. Dağ, ağ dumanlar seyrəldikcə aydın görünürdü. Baxaq, dağ görünürdü, əlaqələnir. Deməli, bu birləşmən tərkibində deyil. Duman fe'l bağlama. Duman seyrəldikcə ağ duman. Deməli, bu bütövlükdə tərkibində cümlədə müəyyən üzv vəzifəsini işlənəcək. Arif qardaşını kəşfiyyatdan qayıdanlar arasında görmədi. Arif görmədi, aiddir. Deməli, birləşmənin tərkibində daxildir, qayıdanları götürək. Qardaşını qayıdanlar əlaqələnməyib, deməli, qardaşını da birləşmənin tərkibində daxil olunmaz. Kəşfiyyatdan qayıdanda olacaq tərkib. Fəridə pəncərədən ətrafı nura qərq edən ayı seyr edirdi. Fəridə seyr edirdi, qərq edənə baxaq. Nura qərq edən,
ətrafı qərb edən pəncərədən sözünə baxalım. Pəncərədən qərb edənə aiddir, yoxsa seyr edən. Sözsüz ki, ilk baxışda belə görə ki, pəncərədən ətrafı nura qərb edən. Axı, ay pəncərədən ətrafı nura qərb edə bilməz. Deməli, pəncərədən sözü seyr edildiyi aiddir. Tərkib olacaq. Fəridə pəncərədən otağa daxil olan kəpənəyi tutmaq istədi. Tutmaq istədi xəbərdir. Daxil olan feil sifətdir. Otağa daxil olan, pəncərədən daxil olan, yoxsa pəncərədən tutmaq istədi. Sözsüz ki, burada pəncərədən sözü daxil olmağa aiddir. Tərkib olacaq. Fəridə pəncərədən ona tərəf boylanan dostunu salamladı. Salamladı. Fəridə ona aiddir. Boylanana baxaq. Ona tərəf boylanan, pəncərədən sözü qaldı ikidir. Pəncərədən boylanan da ola bilər, pəncərədən salamlar da ola bilər. Birazdan mən buna aid digər nümunələrə toxunacağam. Bax, burada çətinlik yaradır. Axı, bu iki cür ola bilər. Pəncərədən ona tərəf boylanan, yoxsa pəncərədən salamladı. Ona görə burada mənə diqqət eləməlidir. Pəncərədən boylanan, əgər ola bilər ki, otaqdadır, pəncərədən boylanan. Ola bilər ki, Fəridə evdədir, pəncərədən salamlayır. Ona görə əslinə qalanda cümlə düzgün tərtib olunmayır. Çünki burada mənə qeyri-müəyyəndir. Əslində, cümlədə müəyyən xəta var. Çünki fikir tam anlaşılmır. Belə halda nə etmək lazımdır? Birincisi, mənə elə gəlir ki, cümlə səhvdir, cümlə düzgün formalaşmalıdır. Başqa nümunələr haqqında deyəcəm. Müəllim yeni dərsi lövbədə cümlələri yazı-yaza izah etdi. Yaza-yaza. Müəllim izah etdi, cümlələri izah etdi, yoxsa yaza-yaza, cümlələri yaza-yaza, lövbədə yaza-yaza, ilk baxışda belə görürlər ki, cümlələri izah etdi. Lakin bu söz lövbədə izah etdi, lövbədə yazmaqdan söhbət edir. Deməli, cümlələr də bunun içərisində girən daha buna tabi ola bilməz. Dərsi izah etdi, tərkib olacaq. Bahar körpə ceyranı tutmaq üçün ona yaxınlaşdı. Yaxınlaşan bahardır. Tutmaq məsləhətdir, ceyranı tutmaq, körpə ceyranı. Deməli, tərkib olacaq. Bahar körpə ceyranı tutmaq istəyəndə ceyran tərpənmədi. Tərpənmədi xəbər, bahar tərpənmədi, əlaqələnmir. Deməli, bahar bununla xəbərlə əlaqələnmir. Ceyranı tərpənmədi olmaz. Olacaq. Körpə ceyranı tutmaq istəyəndə bütövlükdə olacaq tərkib. Göründüyü üçün, burada birinci növbədə həmin sözlərin xəbərlə əlaqələnib, əlaqələnməməsini diqqət etmək lazımdır. Doğrudur, bəzən belə də təşkil edirlər ki, cümlədə sözün yerini dəyişmək. Bəzən ki, Arif kəşfiyyatdan qaydanın arasında qardaşını görmədi. Bu da keçərlidir. Çünki əgər bu söz xəbərlə bağlı deyil, xəbərlə bağlıdırsa, tərkibin daxilində deyilsə, cümlədə onun yerini dəyişmək olar. Bu üsuldan da istifadə etmək səmərəli olar. Biz sadə birləşmələr haqqında danışdıq. Bəzən elə olur ki, cümlədə bir fiili birləşmək, fərqi yoxdan sonra olsun, başqa bir fiili birləşməyə aid olur və daha mürəkkəb bir tərkib yaradır. Belə halda məsələyə necə yanaşmaq lazımdır? Baxaq, İlyas divara söykənmiş, feili bağlı, feil sifətdir. Silahı götürərək feili bağlamadır. Düşməni vurmaq üçün məsləhətdir. Deməli, burada bir divara söykənmiş bir tərkib var. Silahı götürərək iki tərkib var. Düşməni vurmaq üçün üç tərkib var. Belə halda baxmaq lazımdır. Tərkiblər hər biri ayrılıqda xəbərə aiddir, yoxsa aid deyil.
Baxaq, divara sökülmüş nişan aldı. Deməli, bu xəbərə aiddir. Silahı götürərək nişan aldı. Ola da bilər, olmaya da bilər. Düşməni vurmaq üçün nişan aldı orada. Ona görə bir baxmaq lazımdır. Divara sökülmüş silahı, burada sökülmüş silaha aid olduğuna görə artıq bu buna aid ola bilməz. Deməli, divara sökülmüş feili sifət tərkibi silahı götürərək feili bağlama tərkibinə aid oldu. Onun belə deyək də tərkibinə daxil oldu. Düşməni vurmaq üçün götürərək nişan aldı, götürərək düşməni vurmaq üçün. Götürərək nişan aldı, düşməni vurmaq üçün nişan aldı. Artıq bu buna aiddir, bu da buna aiddir. İndi burada sual iki cür ola bilər. Neçə tərkib var və yaxud neçə üzv var. Əgər tərkib soruşursa, cümlə özünü soruşursa, burada 1, 2, 3 tərkib var. Lakin divara sökülmüş silahı götürərək tövlükdə bir tərkib olacaq, düşməni vurmaq üçün ikinci bir tərkib olacaq. Deməli, tərkib tərkibin daxilində. Məni kömək etmək üçün neytral zonaya gələn yoldaşlarımı görəndə sevindim. Sevindim mən. Mənə kömək etmək üçün. Mənə sevindim olmaz. Mən sevinirəm. Mənə kömək etmək. Məsləhət tərkibi. Bu mən deyirəm. Neytral zonaya gələn feil sifət tərkibi. Silahdaşlarımı görəndə feili bağlama tərkibi. Baxaq. Mənə kömək etmək üçün buna aiddir. Mənə kömək etmək üçün gələnə aiddir. Deməli, bu tərkib də buna daxil oldu. Gələn də silahdaşlarıma aiddir. Deməli, bu da bunda. Bütövlükdə hamısı bir tərkib olub xəbər aiddir. Üç tərkib var. Lakin üç bir dənədir. Zaman zərfi olacaq. Otağa girən ata mışır-mışır yatan körpəsini oyatmaqdan ehtiyatlanaraq işığı yandırmalı. Otağa girən bir tərkib, mışır-mışır yatan bir tərkib, körpəsini oyatmaqdan bir tərkib, oyatmaqdan da ehtiyatlanaraq aiddir, bu da bir tərkibə gətirir. Cümlə təhlil edir. Yandırmadı ki, ata müstəqə, hansı ata o artıq atya aiddir, müstəqə tərkibli təhlildir. Mışır-mışır yatan körpəyə aiddir. Körpə də oyatmaq da ehtiyatlarından aid olduğuna görə mışır-mışır yatan körpəsini oyatmaqdan ehtiyatlanaraq bütövlükdə səbəb zərfidir. Deməli, tərkib, bir tərkib müstəqil üzdür, digər ikisi isə tərkib əmələ gətirərək hamısı feili bağlama tərkibində daxil olub, mürəkkəb birləşmə əmələ gətirir və bir üzv olur. Ana inəyi sağarkən əlində xəncər olan Nəsrin yerindən uzaqlaşdığını gördü. Baxın, gördü xəbər, kim gördü? Ana inəyi sağarkən gördüyə aiddir. Deməli, nə zaman gördü? Bu müstəqil üzv oldu. Feili bağlama tərkibi. Əlində xəncər olan Nəsrə aiddir. Nəsrin evdən çıxdığını, uzaqlaşdığını isə bu feili sifətdir. Deməli, əlində xəncər olan Nəsrin evdən çıxdığını, uzaqlaşdığını gördüsə, bütövlükdə bir mürəkkəb üzv olacaq. Yəni, bunu istəyirəm, nəyə baxmaq lazımdır? Bir tərkib bəzən başqa bir tərkibə daxil olur və mürəkkəbləşmiş bir tərkib əmələ gətirir və bütövlükdə bir üzv olur. Bu iki dərsimiz bu qədər. Mən gələn dərsimizdə bu feili birləşmələrlə bağlı bəzi çətin və dolaşıq məqamlar haqqında məlumat vermək fikrindəyəm.
olan qərdinizsə, bəyənmişərsiniz. Bunun yaxşı olar ki, rəylərinizi bildirin, ifadə edin, sözünüzü deyin, iradlarınızı deyin, təkliflərinizi deyin. Bu qədər. Sağ olun.